Ne kadar məhkəmə olsaydı, Beytem, Qara Beytem atmışlar, gazet, azadlıq, musavat yazırlar gündə. 2 dəfə məhkəməyə dəvət edildiler. Birinci dəfə 9 ay məhkəməmiz getdi, o Rəhim Qazivin məhkəməsində. İkinci dəfə Qabustan qapalı türmədə Rəhim Qazivin apellyasiya məhkəməsində 6 ayda gene də şahid qismində mən çıxış edirdim. Oradan atın çarıqsınlar. Ben Şuşadan çıxmışam. Satmışam da, almışam, beləmişəm. Sən müdafiə nazirisən. Mənə nöşün həbs eləmədin. Baxın mənim üzümə. Dedi, bə kim vuruşacaq idi? Dedim, bə sən eşitmirdin. Hamı sənə ki, Elbrus Arıcov satıb ermənilərə Laçını, Şuşanı. Elçi bəy, hökumətdə olan mənə nöşün həbs eləmədi. Əgər mən satqın idimsə. Əmr verdi ki, Elbrus Arıcov 2-ci korpusun tərkibində Ağdara istiqamətdə hücumə keçdilər. Gəlin diyor, Rəhim Qazivdən soruşaq. Rəhim Qaziv nəyə görə fevral ayında 93-də imtina elədi Müdafiə Nazirliyindən? 703 briqadanın komandiri o vaxtı kim idi? Nəzməddin Sadıqov idi. Dedim, bəs Sadıqov, hansı ki briqadanın atıb gedib, ona qarıq. Dedi, o da ərzə yazıb çıxdı. За укрытие! Yığmışam ki, hər gün döyüşə gedəndə görsünlər ki, bu şəhidlər uje tələb elədi ki, mənə versinlər. 15 il. Nədir? Mənim günahım ki, Şuşanı döyüşsüz Elbrus Arıcov verim. Arkadi Teritoviç sana sual verirlər ki, nəyə görə ala bilmədin? O boyda plan hazırlamışdı. 11.000 qoşun getmişdi. O gəlib Laçın yolunu alıb Daşaltı istiqamətdə Şuşanı bağlamalıdır. Aldı, ala bilmədi. Həmən Elbrus Arıcova mən. Adınız daha çox Şuşa döyüşlərində şəhəri döyüşsüz təhlil verən şəxs kimi çəkilir. Və bununla bağlı uzun illər qara PR-nız da aparılıb, hər il Şuşanın işğalının il dönümündə belə də xatırlanırsınız. Buna aydınlıq gətirərdiniz. Nə baş vermişdi? Sizin adınız niyə belə məsələdə hallandırılırdı? Gene de biz qayıtsaq o zamanlar Şuşa məsələsində. Mən o Şuşadan qabaq, 20 il Sovet hökumətinin vaxtında Sovet ordusunda qulluq eləmişdim. 1972-ci ildə mən buradan getdim, Sverdlovski şəhərində Suvorov hərbi məktəbə qəbul oldum. Onu bitirəndən sonra, 74-cü ildə o Suvorov hərbi məktəbi bitirəndən sonra Çelabinski tank komandan hərbi məktəbə qəbul oldum və orada da 4 il oxuyandan sonra leytenant rütbəsində zabit kimi Sovetin ordusunda qulluq eləməyə başladım. 78-ci ildə məni göndərdilər Estoniya. Estoniyada qulluq elədim, ondan sonra getdim Petropavlovsk, Kamçatska, Dalnivostokun dairəsində, Batumidə, Almaniyada, Berlində qulluq eləyəndən sonra 1988-ci ildə mən imtahan verdim. Moskvada Zirayli Tank Akademiyası, Marshal Malinovski adına akademiya var. O akademiyaya qəbul oldu. Hətta o söhbət düşdü ki, akademiyanın 36-cı ildə, 1936-cı ildə yaranan o akademiyasında cəmi 3 dəfə qutarıb. Rəhmətli general Kenan Barkşatlı, mənim bir qardaşım Elxan Arıcov, bir də mən qutarmışam. Qalan qadağan qoymuşlar ki, Azərbaycandan olan zabitləri o akademiya belə gizli qadağan qoymuşlar, qəbul eləməsinlər. Söhbət ondan gedir ki, İstəmirlər ki, Azərbaycanın zabitləri tank qoşunlarında hansı ki, pillə-pillə qalxsınlar və bir rəhbərlik eləsinlər. Barkşatlının qisməti oldu ki, onu vaxtında müdafiə eləyən ulu öndərimiz Heydər Əliyev olmuşdur. Heydər Əliyevin nəzarətdə olan general-leytenant Almaniyada 3-cü Ordu Korpusunun komandiri olmuşdur. Gənə də bəyanat tapdılar, oradan kənarlaşdılar. Bakı hərbi ali məktəbinə rəis qoydular Ruslar. Qoymadılar ki, Azərbaycanlar yuxarı qalsınlar, diviziya, ordu komandiri olurlar. Mən akademiya bitirəndən sonra məni göndərdilər Pridnestrovya. Hamının dilindədir də Pridnestrovya 14-cü ordunun general-leytenant Lebedin tərkibində Şapski tank alayın komandir müavini.
gərgin idi vəziyyət. Yadınızdadır, 91-ci ildə həm Azərbaycanda, həm Pridnestroviyada, həm Gürcüstanın Abxaziya məsələsində. Onda da mənim doğma qardaşlarım, biz 4 qardaşıq. İndi qəni-qəni ölənlər üzrə rəhmət eləsin, bu yaxında mənim kiçik qardaşım Telman Orucov rəhmətə getdi. Hələ 40-ı çıxmayıb. Ancaq bir polkovnik. Bir ailədə 4 qardaşıq. 4 qardaşlıq, 2 generaldır, 2 polkovnik. Təsəvvür edin ki, Azərbaycan ordusunda biz könüllü 92-ci ildə yanvar ayında mənə məktub yazılan ki, ay Elbrus, sən qalmasan, vuruşursan Pridnestroviyada, burada Qarabağ məsələsi var. Vətənimiz əldən gedir. Sənin təcrübən, rütbən, polkovnik, leytenant rütbəsində qayıt vətənə. Mən də bunu nəzərə alaraq könüllü ordunu, Sovet ordundan sonra atdım, qayıtdım Azərbaycana. Gəldim, gördüm ki, burada nə ordu var, nə burada silahlı qüvvələr yaranır, hamı könüllü dəstəklə yaranır. Partiyanın üzvləri öz dəstəsi, Xalq Cəbhəsi öz dəstəsi var, Musavatın öz dəstəsi, İstiqlal Partiyanın öz dəstəsi, Qurtuluş Partiyanın öz dəstəsi. Mən də polkovnik, leytenant, akademik qurtarmışam, 3 dənə hərbi məktəbi, böyük təcrübəm olan zabiti. Mən də dedim ki, ay qardaşlar, hamı yığır, mən də yığım da. Mən də başladım, qardaşım, kiçik qardaşım burada qulluq edirdi, güzdəydi. Dedi Elbrus, Sumqayıtda uşaqlar yığılışıblar, Voyenkomatın qabağında. Ceyran Batandı, Novxanıdı, Xırdalandı. Onlar da könüllü getmək istəyirlər. Gedək onlarla da söhbət edir. Seç özvə bir dəstə. İndi əlimdən gələn geddə indi köməklə Qarabağda. Mən də gəldim, Xırdalanla, Sumqayıtdan yığdım, 120 nəfər seçkin uşaqlar yığdım, hansı ki istərlər ki, mənlə geçdilər Qarabağa. Gəldim Müdafiə Naziri. O vaxtda da fevral ayında təzə Müdafiə Naziri yaratmışlar, təyin eləmişlər Rəhim Qaziyev. Rəhim Qaziyev müraciət edelim ki, 120 nəfərim var. 85 dənə silah doğrayıb getmişik. Biz Şuşaya getmək istəyirik. Rəhim Qaziyev mənə tapşırıq qoydu ki, onda sən bir zabit kimi yox, profesional kimi orada olan könüllü dəstələr birləşdir, bir dənə 704 briqada yarad özvə və mən səni briqada komandiri kimi təyin edirəm. Əmrimi də verdi. Əmri verəndən sonra 120 nəfərlə mən getdim Şuşaya. Təsəvvür ki, mən gedincə, əmr gəldi əraziyə ki, Elbrus Orucov briqada komandiri, hansı ki adımı gedib, Şuşa rayonu, Laçin, Qubatlı, Zangilan rayonunun hərbi komendant təyin olunur. Və o 4 rayonu da mənə qoşdular ki, orada olan könüllü dəstələri sən birləşdir. Mən də 30 ildir Azərbaycanda kənarda olan insan. Birinci, dilimizi də pis bilirdim, danışmağa da çətinlik çəkirdim, ərazini bu şəkildə tanımırdım. Birdən bu yükü mənim ayın 16-da, ayın 22 aprel Müdafiə Nazirinin əmri ilə mən Çilimə qoydular ki, bu yükü. Get, həm Ermənistan tərəfindən müdafiəni yarat, Laçin, Qubatlı, Zangilanla, həm də Qarabağda Şuşanı müdafiə elə. Şuşa rayonu 92-ci il aprelində. Mən də 26-sında gəldim Şuşaya. Laçında görüşdüm. Laçının ərazini baxdım ki, bu rayondur da. Bir ucu Gəlbəcərdir, bir ucu Qubatlıdır. Həm sərhəd var, həm də bu tərəfə. Laçının alayın komandirinə görüşdü. Ona baxdım ki, hamı könüllü. Bir dənə kadr zabit yoxdur. Kadr zabit olasa, hətta mən də bir zabit kimi yararyaxım yox, mavinlərim yox. Heç kim, bir dənə 120 nəfərlə könüllü dəstəyinə gəlmişəm. Gələndə də hamı deyir ki, sənin texnik unanı, sənin silah unanı. Biz gəldik Şuşaya. Şuşadakı vəziyyəti öyrənəndən sonra ayın 1-i mən qayıtdım, gəldim 29-unda gəldim Bakıya ki, ay Rəhim bəy, orada nə 3000 qoşun yoxdur, nə orada olan nə silah. Deyirlər ki, orada silah çalandı. Mən də indi gəldim, milli qəhrəmanımız var, Ramiz Qambarov. Allah qəni-qəni rəhmət eləsin. Onun da zabitləri bəlkə nümayiş edəcəklər, təsdiq edə. Gəldim 10 batalyona. Ramiz, salam. Ramiz, nəyim var? Deyir, avtomatlarım var, belədir. Rəbitəm var, rəbitə yoxdur. Daşlar yoxdur. Rəbitə var, daşlar yoxdur.
Bakıdan göndəriblər, kimsə özün adın qaldırmaq üçün reabilitə göndərdi. Daşı yoxdur. Gəliblər minatan. 6 dənə minatanı var, iynələri yoxdur. Deyirəm, yaxşı, iynələri yoxdur. Mərmələri var, başda yoxdur ki, partlayıcılığı yoxdur. Ancaq ad gedir ki, Şuşada o yükü mənim boynuma qoyandan sonra 7 gündən sonra döyüş başladı. Şuşanın rayonun bir ucu Kösalar kəndidir, 38 kilometr. İkinci ucu da Böyük Balakir. Umumi 78 kilometrdə Şuşada ortasında. Biz onu seçmə aparanda ki, nə qədər bizdə əlində silah var burada, bu 7 gün müddətində Kösalarda Fazil Əşrəf sağ salamatdır. Onun tərkibində adı batalyondur, cəmi 36 nəfəri vardı. Gəldi, getdi Laçına, Şuşanın Müdafiə batalyonu, Ramiz Qambarov, Xalq Cəbhəsinin adı deyir, Xalq Cəbhəsinin batalyonudur. Batalyonda 360 nəfər, 300 nəfər olmaqla 180 nəfərdir. O 180 nəfərdən cəmi 120 dənə silahı var, hansı ki ancaq avtomat silahıdır, granatometdir. Getdi Fəxrəddin Səfərov. Fəxrəddin Səfərovun Şuşanın öz müdafiə batalyonudur. Fəxrəddinin tərkibində olan Kərgəxan uşaqları 65 nəfər İsmail, əgər yalın baş açır, bir dənə silahı yoxdur. Fəxrəddin deyir ki, acından ölür, təmin yoxdur. Həmən Fəxrəddin bir gün sağ-salamatdır, məiş edəcək. Belə öyrənəndən sonra mən gəldim Rəhim Qaziyə dedim ki, Rəhim, sən mənə göndərəndə dedin ki, orada 3000 adam var, Laçında 2000 adam var, mənəmlə. Gəldi Laçın, cəmi 850 nəfər tapmışıq. 850 nəfər polislərdən başqa, polisdə 120-200 nəfər polislər var, hansı ki, Səfərbəyli ilə komandirovka göndəriblər. Gəlin, polis daim deyiblər ki, hə, ged 10 gün Şuşada posta dayanasın. Bunlar da Bakıdan, Sumqayıtdan, Xızıdan, Lənkərandan gəliblər 10 günlük posta dayanmağa. 7 gün müharibə başlayandan sonra Elbrus Arıcıvi o Şuşa gedəndən sonra, Laçın gedəndən sonra kimin boyuna yıxmaq lazımdır? Hansı ki, nə Azərbaycanda olmayıb, nə onun Azərbaycanda arxası yoxdur. Gəlib də kənardan gələn insanı atıblar odun içinə, birbaşa günahı qoydular boynuma. Heç kim də heç vaxt sual vermədi ki, bu 7 gündə Elbrus Arıcov nə eləyə bilərdi orada? Ayın indi hal-hazırda qurban olduğum Allah həqiqəti həmişə haqq, ədalətdir, üzə çıxardır. Bu yaxında məhkəmə getdi də ermənilərin quldurların məhkəməsi. Və orada məsələ qaldı ki, Şuşa işğal məsələsində. Qaldırırlar Qukasyanı. Qukasyan elə bir şey qondurmam prezident olub. Qukasyanı qaldırırlar ki, Şuşa gedəndə sən kim olmuşsan? Bu deyir, mən tabur komandir olmuşam. Qərb istiqamətindən hücumət keçəndə mən tabur komandir olmuşam. Tabur komandiri deyir. Həmən tabur komandiri. Qaldırırlar İşxanyanı. İşxanyan, sən kim olmuşsan? Mən də tabur komandir olmuşam. Mən avtobazı istiqamətdə, Şuşakentdən avtobazı istiqamətdə tabur komandir olmuşam. Sən oradan hamısı üzə çıxdı. Mıçkanyan. O vaxtı artilleriya divizyonunun 366 alayın artilleriya divizyonu rəhbərlik eləyən ataş etsən, həmən Mıçkanyan olub. İndi onlara sual verirlər. İşğal elində nə oldu? Onlar deyirlər ki, biz birinci ayın 7-sindən 8-nə keçən gecə artilleriya basqından sonra hücumə keçdik və saat 6-7 radələrində Şuşaya daxil olduq. Bu mən demirəm. Bunu ermənilər məhkəmədə öz müdafiəsindədir. Daxil olduq Şuşaya. Ancaq sizin qüvvələriniz əks hücumə keçəndən sonra biz məcbur olduq, qayıtdıq geri. Və ayın 8-də Şuşanı ala bilmədik. Nə 9-unda girmədik. Ayın 10-unda kəşfiyyat bizə məlumat gəlib çatanda ki, Şuşa boşdur, biz ondan sonra Şuşaya daxil olduq. Ancaq məni günahlandırdılar və məhkəmədə Ənvər Seyidov başda olmaqla məhkəmə sədri, o Qaraxan prokuror, baş prokurorun çıxışında qayıtdı mənə 15 il iş tələb elədi ki, mənə versinlər. 15 il. Nədir? Mənim günahım ki, Şuşanı döyüşsüz Elbrus Arıcov verib. Döyüşsüz.
alınmaz qalanı və Ənvər Seyidov 255-ci maddə Rus Uqalovni kodeksin maddəsindən mənə işi kəsdirmək məqsədilə. Yaxşı ki, o vaxtı ulu öndərimiz qayıtdı hökumətə. Ulu öndərimiz qayıdandan sonra bu Şuşa məsələsindən ortalığı dedi. Elbrus Arıcovun üçün axı nə idi? Şuşadan sonra o əgər Şuşanı təhvil veribsə, Laçını satıbsa, birdən-birə qayıtdı, gənə də özdə könüllü dəstək yaratdı və Ağdama qayıtdı. Həmən o hücum planı, Şuşanın hücum planı, mən oraya axırıncı vəzifə Müdafiə Nazirliyindən o təqəzzüdə çıxmaqdan qabaq Baş Əməliyyat İdarəsinin rəisi olmuşam, Baş Qərargah rəisinin müavini. Hətta həmən o vəzifədə olanda hər gün 7:30-da Respublikanın daxilində olan kəşfiyyat məlumatı gətirirlər mənim stolun üstünə. O kəşfiyyat məlumatı mən müzakirə edirdim. 8:30-da Müdafiə Naziri məlumat verirdim. 8:30-dan bir məktubda gedirdi hörmətli baş komandamızın ora ki, kəşfiyyat məlumatı toplamış. Həmən o zamanı kəşfiyyat məlumatı toplayandan sonra həmən o Şuşa məsələsində mən 30 neçə ildə həmişə o məlumatları toplamışam ki, sübut eləyim ki, biz orada vuruşmuşuq. Hətta bir günün müddətində yox, 36 saat qanlı döyüşlər gedib. 36 saat müddətində 258 şəhid vermişik biz. Hansı şəhərin tərkibində gedən döyüşlərdə Azərbaycan könüllü əskərlər 258 dənə şəhid vermişik. 400-dən çox ağır yaralı uşaqları təhlil eləmişik Laçına. Özdə sanitarkadan daşıyan oğlan bir gün sağ-salamatdı, Ceyranbatanan oğlan. Adı da Natiq Ağayevdir. Felşer. Mən onu 8-i, 9-u keçən gedə gördüm ki, dayanıb o xəstəxananın qabağında gedəm. Gördüm, dedim Natiq nə? Dedi, komandir, 10 dəfə mən gedib Laçına qayıtmışam. Daşaltı yolu ilə, boş idi. 10 dəfə, 15-20 nəfər, bir sanitar 20 nəfər yaralı çıxarmışam. Dərsə bir dənə maşından. Dedim, onlar qan tökməmişlər. İndi ermənilər boynuna aldılar. Hətta planı hazırlayan Terta Divisiyan, Arkadiy Terta komandos adı qoyumlar, onlar ermənilər komandosu. O da öz kitabında qeyd edir. Qeyd edir ki, mənə daxil olanda məlumat ayın 10-u, səhər saat 9-da məlumat ki, Şuşaya girmişik, Şuşamda azad eləmişik. Mən bilmədim, ağlayaq, ya sevinək. İtkilər, o belə sözümüz var ya, zabitlərin arasında demirlər miqdarı nə qədər. Onlar deyirlər ki, alınmaz miqdarı vermişik itkiləri. Axla gəlməyən itkilər vermişik Şuşanı alan zamanı. Bu Arkadiy Tertevitsan özündə yazır. Dedim, yaxşı, bu milli qəhrəman oldu, ermənilər ona dulduzlar verdilər. Nətər oldu ki, əgər o qələbə çalıbsa, Şuşadan sonra üçün onu vəzifədən azad elədilər. Onu vəzifədən azad elədilər. Hətta 2-ci batalyonun 366-cı alayın 2-ci batalyonun komandiri Ağanyan hamının dilindədir. Ağanyan ona sual verəndə ki, nə oldu Şuşanı? Bu Nəbilər tərəfdən gəlirdi. Nəbilər tərəfdən tapşırıq qoymuşdu ki, öz batalyonu ilə, müdafiə 366 alayın 12 dənə BMP ilə o gəlib Laçın yolunu alıb Daşaltı istiqamətdə Şuşanı bağlamalıdır. Aldı, ala bilmədi. Və məqsəd var idi. Ermənilər istəyirdi ki, 2-ci Xocalını törətsinlər Şuşada. Laçının yolunu bağlasınlar, Kösalardan Şırlan yolunu bağlasınlar, mühasirə alıb Azərbaycan xalqına sübut eləsinlər ki, Qarabağ sizindir. İndi sual verirlər ki, onlar da qayıdırlar ki, indi kitab var, Çorni Sat, Thomas Dval o kitabı yazıb. Thomas Dval mənlə də görüşüb. Gəldi mənim yanıma, öz kitabını təqdim elədi və bunu söhbət eləndə o kitabda yazır mı bu soru? Arkadiy Tertevitsana sual verirlər ki, nəyə görə ala bilmədin? O boyda plan hazırlamışdı.
11.000 qoşun getmişdi. 2.000 ancaq Şuşaya hücum edirdi. Sən bilirsən ki, Şuşada 2 dənə tank var, 1 dənə qrad var, 800 dənə əskər var. Deyir, bir dənə postun üstündə, biz o posta deyirik fanar postu, fanar post. Ermənilər 26 nömrə deyirlər. Dedi, bir dənə postu biz ala bilmədik və Elbrus Arucov adını da yazır. 2 saatda o postu saxlasaydı, biz şuradan imtina edərdik. Ancaq biz bilirdik ki, onun qüvvəsi yoxdur. 2 saatda saxlasaydı, biz imtina edəcəkdik. İndi bugünkü gündə, şükür Allaha, biz Şuşaya hücum eləyəndə, indi deyirlər, alınmaz qalanı bizim igidlərimiz yüngül silahla aldılar. Ancaq o vaxtı nətər aldılar? 5 saatın müddətində. 5 saata girdilər, təmizlədilər, 5 saatın üstündə təhvil verdilər. Bu bayrağımızı, qələbə bayrağımızı açdılar. Ancaq biz 2 gün, 36 saat qanlı döyüşlərdə çəkilmədik. Şuşadan çıxanda 11 nəfər qalmışdıq. Gənə də bunu nəzərə alaraq, baxmayaraq ki, Şuşadan sonra biz çıxdıq, nə qədər məhkəmə olsaydı, böytəm, qara böytəm atmışlar, qazet, azadlıq, müsavat yazırlar gündə. 2 dəfə məhkəməyə dəvət elədilər. Birinci dəfə 9 ay məhkəməmiz getdi, o Rəhim Qaziyevin məhkəməsində. İkinci dəfə Qabustan qapalı türmədə Rəhim Qaziyevin apellyasiya məhkəməsində 6 ayda gənə də şəhid qismində mən çıxış edirdim. Və şəxsə bir günə Rəhim Qaziyev mənə deyir ki, Elbrus, dedim sən, mən Şuşadan çıxmışam. Satmışam da, almışam, beləmişəm. Sən müdafiə nazirisən. Mənə nöşün həbs eləmədin. Baxır mənim üzümə. Dedi, bə kim vuruşacaq idi? Dedim, bə sən eşitmirdin. Hamı sənə deyir ki, Elbrus Arucov satıb ermənilərə Laçını, Şuşanı. Sən mənə həbs eləmədin. Dedin ki, get Salyan rayonuna, Neftçalada, Lənkəranda təzə qoşun yarat, briqada yarat və döyüşə hazırlıq vəzir. Yaxşı, Elçi bəy gəldi, prezident oldu. Ali Başkomandan oldu. Ali Başkomandan olanda əmr verdi ki, Elbrus Arucov 2-ci korpusun tərkibində Ağdara istiqamətdə hücumə keçdilər. Və həmən Elçi bəy hökumətdə olan mən üçün həbs eləmədi. Əgər mən satqın idimsə, sən mənə vəzifə verdin, gənə də Rəhim Qaziyev. Mənim qardaşlarım hamısı vəzifədə idi. Yaxşı, bunu da görmürdün, qəzetlərlə yazırdılar. Və əskərlərim var axı, zabitlərim var. Onlar oxumadılar ki, bunlar nətər oldu ki, Şuşanı satanın tərkibində, komandalı altında, ancaq sən də müdafiə naziri kimi qayıtdın, məhkəmədə qayıtdın dedi ki, Elbrusdan savadlı o vaxtda heç kim yox idi. Əgər yox idisə, nöş tapdalayırdınız onu? Nöş imkan vermirdiniz ki, ordunu yaratsın, brigadanı, korpusu yaratsın. Ona görə ki, bizim daxili düşmanlarımız o vaxt İstəmirdi ki, Azərbaycan ordusu olsun, Azərbaycan Qarabağını saxlasın, daxili düşmanlarımız. İndi söhbət ondan gedir ki, bu Şuşa məsələsində neçə ildir keçsə, təsəvvür edin ki, ayın 5-i, noyabrın 5-i, birinci bizim kəşfiyyat qruppalarımız Şuşaya daxil oldu. Və Şuşaya daxil olan mayor rütbəsində zabit mənim əskərim oldu. O mənə oradan ayın 5-də zəng vurdu ki, komandir, o daşı, ağır daşı sizin sinizdən götürdü, bayrağımızı taxdıq. O Cığır düzündən qalxanda oradan Qaqarin adına pioner lager var. Orada mənim qərargahım vardı. Bayrağı oradan taxdılar, ayın 5-i. 8-də o qüvvələrimiz girdi o Şuşaya. Və məni təbrik eləmək üçün qardaşlarım gecələrlə saat 3-də gəldilər. Gəldilər, öpdülər məni. Dedi, sən nə qədər dözümlüsən, sən nə qədər bir gün vətənpərvərsən ki, sən qaçmadın, getmədin Azərbaycandan, qaldın qələbəni görmək üçün. Həmən Elbrus Arucovum mən. Və zamana keçdi Şuşanın, mən qayıtdım. Rəhim Qaziyev, mən Ağdamda döyüşə-döyüşə getdi, məni əməliyyat baş idarəsi yaratdılar. Məni döyüş planlaşdırma şöbə rəisi qoydu. Döyüş planlaşdırma şöbəsi, hansı ki, orada təzə-təzə bir-iki nəbə yaradırdıq. Ancaq döyüşü kimsə idarə eləməlidir, kimsə planlaşdırmalıdır. Rəhim Qaziyev adam tapmadı, məni təyin elədi. Və təyin eləyəndən sonra 90
93-cü ildə 92-ci il noyabrda mənə təyin elədilər. Hansı uğurlu əməliyyatlar biz keçirdirdik? Gənə də daxilində olan düşmanlarımız. Biz ala gedirdik. Gəlib çatmışdıq. Ağdam istiqamətindən mənim qardaşım gəldi, Daxraza çatdı. Hava yolundan 5 kilometr Xankəndiyə qalmışdı. 703 briqadasının, Zaur Rızayevin 701 briqadasının Sarsanqın keçib gəldilər, Vaquza çatdılar. Döyüş planlaşdırılmış şöbərəsi Elbrus Arucov idi. Gəldi, çatdıq, ancaq yenə də daxilində olan çaşbazlıq Zaur Rızayev vəzifədən çıxartdılar, Elxan Arucu çıxartdılar, onu çıxartdılar, atdılar, parçaladılar. Ermənilər fürsətdən istifadə edib əks hücumə keçdilər, gəldilər Ağdərəmizi aldılar. İndi təsəvvür edin ki, hücumə keçmişik. Düşmanlar, daxilimizdə olan düşmanlar, hansı ki istəmirdi ki bizim ordumuz gəlsin Qarabağı azad eləsin. 93-cü ilin 92-də başladıq əks hücumə, gəldik Sarsanqı keçdik, gəldik Vaqazın yanında dayanmışıq. Uca Ağdaban, Çiriqdar, Basaqırqamer, İmerətçər kəndlərimizi azad eləyə gəlib çatmışıq. Hava yolundan 3 kilometr Qarqançayın yanında dayanmışıq. Ağdam istiqamətdə qardaşım gəlib kəndləri ala gəlib Daxraza, Daxrazdan 5 kilometr Xankəndi qalıb. Birdən nəyə görə bizi parçaladılar? Nəyə görə vəzifədən hamımızı azad elədilər? Azad eləyən də məqsədi kim idi? Gəlin deyək, Rəhim Qaziyevdən soruşaq. Rəhim Qaziyev nəyə görə fevral ayında 93-cü ildə imtina elədi Müdafiə Nazirliyindən? Müdafiə Nazirliyinin imtina eləyəndən sonra və onun tabiçində olan briqada komandiri hamısını vəzifədən azad edərlər ki, siz düşmana, xalq düşmanın Müdafiə Nazirliyinin Rəhim Qaziyevin zabitlərisiniz. Biz də sübut eləyə bilmirik ki, 1000 dənə nazir dəyişmişdir. Barşatlı'nı sevmədiniz. Tacəddin Mehdiv gəldi, onu da atdı üstülə. Tayyar Əliyev gəldi, atdı üstülə. Rəhim Qaziyev gəldi, atdı üstülə. Kimin yanında hansı zabitlər var idi, onları da vəzifədən azad edirsiniz. Və kim ordunu yaradacaq? Baş qərargah rəisi Şahin Musayev idi. Şahin Musayev tutdunuz, basdınız türməyə, yoxdur. 12 mil idi. Daxilidə olan bizim düşmanlarımız idi. Hansı ki, fikirləşirlər ki, Qarabağı verəndən sonra böyük Ləzgistan yaradacaqlar, Talış Muğanı Respublikasını yaradacaqlar, Gəncə xanlığı yaradacaqlar. Azərbaycanı parçalayacaqlar və Rusi xahiş elədi ki, qoy Rus gənə də öz qoşunların gəlsinlər, otursunlar bizim çinimizdə, Azərbaycanın xalqı diz üstə qoysunlar. Və bunu hamıya aid olurdu. Biz 93-cü ildə geri çəkilən qoşunlarımız Sarsan su anbarının ətrafında böyük qüvvəmizi 850 nəfərə qədər əskərlərimizi mühasirə aldılar ermənilər. Bu yaxında YouTube'da uşaqlar yığılışıb o günləri yada salanda Qurtuluş Batalyonunun qərargah rəisi o vaxtı Fuad Rzayev çıxış eləyir və deyir ki 6 batalyonumuz mühasirədə qaldı. O 6 batalyonun hansı briqadının tərkibində idi? 703 briqadının komandiri tərkibində idi. 703 briqadının komandiri o vaxtı kim idi? Nəzməddin Sadıxov idi. Nəzməddin Sadıxovun da mavini Vasyak, Aleksandr Vasyak idi. Onun da artilleriya rəisi kim idi? Kamarov idi. İndi təsəvvür edin ki, o boyda qoşunlar mühasirədə qalıb, başda Sadıxov olmaqla briqada komandirləri hamısı oradan çıxmışlar. Və Qurtuluş Batalyonunun komandiri oralara baxanda o da tərk eləmişdi. 123-cü alayın, hansı ki alaydan cəmi 120 nəfər qalmışdı, 124 nəfər. Komandirlər birbaşa hamısı çıxmışdı, qalmışdı mayor Zaur Mamedov. Alay komandiri yox, qərargah yoxdur, Zaur Mamedov mayor qalmışdı orada təkcə. Onun için o Afganistanı keçən oğlan idi. Və Müdafiə Nazirliyində iclasda bizə məlumat verir ki, bəli, böyük qoşunlarımız Sarsan ətrafında fevral 93-cü ildə mühasirədə qalıblar. Və kimsə vertolyotla aparıb ora düşürməliyik, orada zabit kimi, komandir kimi rəhbərlik eləməlisiniz və oradan kömək edib qoşunları mühasirədən çıxarda bilərsiniz. İclasda hamısı otururlar. Bir adam başını qaldırmadı ki, mən gedəcəm.
Nəzməddin Sadıqov da oturub orada. O vaxtı qərargah rəisi Nurəddin Sadıqov idi. Nurəddin Sadıqov baxdı mənim tərəfimə, mən də əməliyyat idarəsinin döyüş planlaşdırma şöbə rəisiyəm. Baxdı mənim üzümə, dedi, oğudur, ümid sənə qalır. Bir dənə söz deməkdən qalxdı məruzsa. Dedim, xahiş edirəm mən. Xahiş edirəm, mənə maşın verin. Bir kəşfiyyat idarəsinə bir dənə zabit verin. O kəşfiyyat idarəsinin zabiti kim tapdılar? Kimi tapdılar? Oleg Nesterenko. Rus balası Bakıda anadan olub, nəsil köçdə Bakıdandır. Oleg Nesterenko tapıldı. Ki, geçsinlər. Bunların da boynuna yıxacaq ki, keçsinlər. Həm şanı da satıblar, götürüb sarsanlığı da verirlər də. Bu məqsədlə Elbrus Arıcovun o tapşırığı qoydular. Və biz maşınla gəldik, Drambonun yanında gördük ki, böyük geri çəkilən qüvvələr, it yəsin, tanımıyor, orada daskar. Gəldim, gördüm ki, polkovnik leytenant Zeydullah Zeydullayev. Mən onu baş idarəsində görmüşdüm, tanıyırdım. Yaxınlaşdım ki, ay Zeydullah, burada nə baş verir? Deyir Elbrus müəllim, 12 dənə maşınımız karvanla, bu yolla gedəndə Atırqa, orada deyir, toplarımız var, tanklarımız var, qıratlarımız var. Mühasirədədirlər, 25 kilometr qalıb. Karvan deyir, mərmələrlə, ərzaqlarla gedəndə ermənilər puskaya salıblar, 12 dənə maşınımızı, mərmələr hamısını yandırıblar, o deyir, tükçülər də çıxır, partlayıblar. Hətta onların da qabağında gedən bizim sanitar maşınımızı ona da vurublar. Baxdım Zeydullah, dedim ki, puskaya vurub, dedi bəli. Bundan sonra deyir, bir dənə adam qorxusundan o yoluna gedə bilmir. Maşınlar da yanır gözümüzün qabağında. Mən birdən yadıma düşdü ki, biz Şuşada qalan oğlanlar eşitdik ki, Çosalar kəndimiz mühasirədə qalıb. Mən onda gəldim zabitləri, 777-nin zabitləri, Elçin Mamedov, Roşan Akberov, Arzu Sadıqov, Allah gənə rəhmət eləsin, uşaqlar getdikdən. Dedim, ay zabitlər, hamımız Afganistanı keçmişik, milləti qoymaya qalsın orada. Biz gəldik, Laçından getdik Çosalara, Çosalardan o cəmaatı piyada döyüşə çıxartdıq, Sarababa istiqamətində yola saldıq milləti. Birdən gözümün qabağında Çosalar gəldi. Dedim, əgər o heç kim gəlməsə, fevral ayıdır, qırılıb eləcəklər. Biz Nesterenkonu keçdik o tərəfə. Keçdik, gəldik. Mən öz kitabımda dağlar bizi halaylayır, yazıram ki, mən gəlib o Çapar kəndimiz var. Çapar, İmirət Gərvən, Zardaxaç. Bu yaxında hörmətli bizim Ali Baş Komandamız həmən orada Qasınqaya deyirlər o kəndi, Atırqın. Ətrafında olan Umudlu kəndimiz, Yeylik kəndimizi hamısını ermənilər mühasirə alırlar. 850 nəfər, ancaq mən sayla deyirəm, orada mühasirədə adam qalıblar. Artilleriya, toplar, hamısı atılıb. İnanırsınız orada milli qəhrəmanımız var, Hüseyin adında oğlandı, bəlkə Qasanov deyəsən, Naxçıvandan. Kapitan idi o vaxtı, könüllü gəlmişdi. Gəldi, dedim ki, ərzaq vermirlər. 3 gündə ərzaq heç kimə paylamirlər. Uşaqlar evin içində girirlər, nə tapdılar. Gəldi, kağız mişokun içində belə xırda verbeşə qalıb. Dedi, komandir, bəlkə 5 kilo. Dedi, bundan başqa heç zadımız yoxdur. Oğuz biz paylayırıq uşaqlara o vermişili. Döyüşürdük. Döyüşə. Təsəvvür edir ki, ermənilər də bilir ki, mühasirədə yox. Gecə gündüz bunlar artilleriya, minamyotla, tanklarla bizi vururlar. Biz də döyüşə, yavaş sıxırlar bizi Atırq kəndinin ətrafına. Elə zamana gəldi çatdı ki, İmirət Gərvənin qabağında ermənilər bizlə ermənilər arasında 25 metre idi. Ancaq o vaxtı, indi mən sizə deyim də, kitabda yazıram. 999-un yüksəliyi var, Zardaxaşın qabağında. Gecələrlə mən gəldim, qabağıma çıxdı podpolkovnik Lənkəran Əliyev. Lənkəran, sən də zabitsən. Nə qədər batalyonun var? Dedim, mən batalyon komandirəm, 26 nəfərim qalıb. Dedim, sol tərəfdə kim dayanıb? Dedi, İmirətin qabağında Xudiyev podpolkovnik qalıb. Podpolkovnik Xudiyev. Onun batalyonu 24 nəfər. Təsəvvür edin ki, batalyondan hamısı 26 nəfər, 24 nəfər gəldi, götürdü. 123 alay komandiri. Yahu, neçə nəfər? 124 nəfər.
Keçdi dedi qabaqda da Zardakhaçın qabaqda bir dənə də batalyon var. Gəldim düşdüm ora. Komandir yoxdur. Serjant Abdullayev qabağıma çıxdı. Serjant dedi hə batalyonumuz vardı. Qalan qadı, mən də zabitdə yoxdur. Serjant Abdullayev. Keçdi oradan mən yavaş-yavaş gecələrlə piyada postu gəzə-gələ gəldim. 1 kilometrdir, 10 kilometrdir. Elə bir ki, ön xəttdə 8 kilometrdir. Yığıblar bizi. Arxamızda da Morov dağlarıdır. Qarda 2 metrə. Gəldim, kənd var, Umudlu kəndimiz. Umudlu kəndinin ətrafına çatmayanda Qurtuluş batalyonu çıxdı qabağıma. Fuad Rızayev. Fuaddan dedim ki, Fuad, ermənilər gecədən istifadə edib, lötkələrlə, Dambondan, Sarsadqın üstündən desant gəliblər, dağları darmaşırlar. Götür 40 nəfəri, saxla, yolu saxlamasın, biz buradan çıxa bilməyəcəyik. Ağdara yoludur. O elə bir ki, Gəlbəcərdən gələn Ağdara yoludur. Həmən Fuad Rızayevdir. Fuad Rızayev sürəvi əskər Qurtuluş batalyonunun qərargah rəisi. Əgər bir gün kimsə milli qəhrəman desə də, elə qəhrəmanlar oğlanlar idi. Döyüş gedir, vırşa-vırşa görüşür, hamı da baxır ki, dağaraq. Rəbitə saxlamışıq. Mən baş qərargah rəisinə Nureddin Sadıqov məlumat verəm ki, 8 dənə zabit şəhiddir. Özdə getmişik, komanda qərargah maşının qabağında zabitləri yığmışam. Mayor Sadiyev, kapitan Quseynov, kapitan Axmerdov yığmışam ki, hər gün döyüşə gedəndə görsünlər ki, bu şəhidlər öz borcunu veriblər. Və kimsə qaçmaq fikri var ki, dağlardan gəlir, mən gətirəm ki, və bunları kim aparacaq? Hələ yaralıları yığmışıq, yaralılar da gecə sarı yox, belə dərman yox, yığmışıq, bəlkə 40 nəfər ağır yaraladı. Biz 60-100 nəfər də yüngül yaraladı, gəlib ərzat dəyiblər. Onları da yığmışıq bir yerə. Ondan sonra Lənkəran, həmən Lənkəran Əliyevdir ki, bir gün general Lənkəran Əliyevdir. Qəhrəmanlıq elədi 94-cü ildə 703-ün briqada komandiri Tərtər istiqamətdə. Generaldır bir gün. İndi gecələrlə yığılışmışıq. Mən də fikirləşirəm ki, bu yarıb nətər keçək? Əməliyyatı qurmaq lazımdır. Nureddin Sadıqov zəng vurmuş ki, siz o tərəfdən basqın eləyin, mən də bu tərəfdən yarab girə də, dedi hamı imtina eləyir. Dedim, bəs Sadıqov, hansı ki, briqadanın atıb gedib, ona qarıq. Dedi, o da ərzə yazıb çıxdı. O vəziyyətdə Nureddin Sadıqov xahiş elədim ki, vertolyotla göndərsinlər ki, xətə bu şəhidləri, yaralıları təhlil edər. Mənə nəzdə isə yaxşıdır. Qayıtdı dedi ki, vertolyotçular, Ruslardır, hamısı imtina eləyirlər. Milyon verir, gedmirlər. Ona görə qərarı özün qəbul elə, özün qəbul elə. Polkovnik, leytenant. Və o qərarla iş görür. Mən də yığdım başmamanda könülləri, dedim belə-belə. Əməliyyatı belə quracaq. Biz kim inansa salamat çıxacaq. İnanmasaq, Morov dağı var. Morov dağı da gedib çatmaq üçün 3 dənə aşırma var. O yadınızda da nə qədər adam öldü, doğdu. Dedim, mümkün lör keçməyə. Ya şəhid olacaq. Ancaq adımız qızıl hərflə yazılacaq. Ya da qarda donacaq. Seçin. Bu kim qaldı? 350-370 nəfər qaldıq atırqda. Səfərbəyli elədi. Texnikamızı yığdıq. Tanklarımızı, tankın içində mərmə yoxdur, BMP yoxdur. Uca karvan çıxanda əməliyyatı qurmuşduq ki, qabaqda döyüş qrupu gedir. O başlayacaq döyüşü öz içərinə götürəcək. O birisi yanından keçən dəstə olacaq, biri mühasirə dəstə olacaq. Uca çıxanda indi Əlillər Cəmiyyətinin sədri var, Mehdi Mehdiyev. Mehdi o vaxtı starşi leytenant idi. Yaxınlaşdı, qayıt dedi ki, komandir, burada deyək kursantlar, 2-ci kursun kursantları qalıblar Zardakhaçın kətdə. Bu 3 kilometr arxada. Ay, nətər kursantlar? Dedi, hə, kursantlar atıblar burada. Qalıblar evin altında. İndi deyək yadıma düşdü. Dedim, yox, qayıdacaq. Həmən Mehdi Mehdiyevlə biz maşınla, Uazla nə qədər imkan vardı, gəldi. Ermənilər də evlərimlə sökə-sökə gəldi. Biz gəldi, gördük ki, kursantlar hamısı cəmləşib evin altında. 17-18 yaşında uşaqlar.
Podpolkovnik Kirimov bunların rəhbərlik elədi. Atıb bunları, çıxıb gedib. 22 nəfər. Onların da tərkibində. Birisi kim olsun? Yaxşı. Bu indi Vətən müharibəsinin qəhrəmanı Zavur Cavanşir yoxdur, general. Şuşada parada rəhbərlik edən, hörmətli Ali Başkomandan məruzə edən həmən Zavur o vaxtda 2-ci kursun kursantı atırqda qalmışdı. Mən onları yavaş-yavaş səfər çaxdıq. Yəni yavaş-yavaş BMP'nin üstündə uşaqlar getdik qoşduqla. İndi Zavur bir gün generaldır. Gəlib çatdıq qərargah rəisində səfərbərlik yığmışlar. Bizlə erməni arasında 350-400, elə yer var ki 25 metrədir. Reabilitasiya vardı məndə, komanda qərargah maşında oturmuşdu. Feyzullayev. Mənə məruzə elədi ki, qulaq asın. Azərbaycan radioyla elan edirlər ki, Atırqda olan mühasirədə bizim Azərbaycan qəhrəman qoşunlarımız məhv olub. Şəhid olublar, təslim olmayıblar, belə olublar. Belə ola bilərdi. Düz bizi sildilər. Sildilər ki, siyahıda yoxdur beləmlər oğlanlar. Ancaq biz vurduq. Döyüşə. Qanlı döyüşlər gedə-gedə texnikanı da, əskərləri də, şəhidlərimizi də hamısını çıxartdıq oradan. Bu yaxında uşaqlar yığılışmışlar, getmişlər. Həmən o Atırqda olan, mühasirədə olan uşaqlar yığılışıb getdilər ora, Qasım Qayamıza. Orada məzənic var, komandir, dayanmışıq, Vışqan qabağındadır. Burada biz döyüşdük, burada piyada gedirlər. Biz döyüşdə gedəndə 22 nəfər özümüzdən şəhid getdik, onlardan 8 nəfər zabit. O ki, dağlarla getdilər uşaqlar, oradan xəbərim yoxdur. 22 nəfər biz şəhid verdik, çıxanda. Haradasa 60'a yaxın ağır yaralanımız var idi. Belə də 100'ə yaxında yüngül yaralı. Ancaq hamımız çıxdıq. O Drambonun Saksangın yanının Drambon kəndi var. Drambonun Platinanın yanına çıxdıq. Ağdar'a.